Əziz qonaqlar, hörmətli millət vəkilləri və media nümayəndələri, sizləri Qafqaz Universitetinin bütün kollektivi adından, eləcə də jurnalistika bölməsində təhsil alan tələbələr adından salamlayıb, hamınızla bir daha xoş gəlmişsiniz deyirik. Ölkəmizin geniş ictimaiyyətini təmsil edən nümayəndələrin toplandığı Azərbaycan qadını və müasir media Ümumrespublika konferansının işinə uğurlar arzulayırıq. Hörmətli konferans iştirakçıları, ölkəmizin ən yaxşı ali təhsil ocaqlarından biri olan Qafqaz Universiteti bu tədris ilindən jurnalistika sahəsi içində kadr hazırlığına başlayıb. Biz Qafqazın bu sahədə ilk məzunları olacağımızla qürur duyuruq. Bununla yanaşı biz fərqli, amma cəmiyyət üçün gərəkli bir peşənin, önəmli olan media sahəsini seçməyimizin də fərqindəyik. Media bugün dünyanın nəbzinin necə döyündüyünü, bəşəriyyətin nə ilə nəfəs aldığını əks etdirir. Yüksək texnologiya sayəsində hər yerdə, o cümlədən Azərbaycanda da media sürətlə inkişaf edir, insanların informasiya tələbatını ödəmək uğrunda qəzetlər, televiziya və radio bir-birləri ilə rəqabət aparır. Daha böyük rəqib olan internet isə medianın bütün sahələrinə meydan oxuyur. Şübhəsiz ki, belə bir şəraitdə medianın bir çox problemləri də üzə çıxır. Əminik ki, həmin problemlərin bir çoxu bu konferansda müzakirə ediləcək. Əziz qonaqlar, indi Azərbaycan Respublikasının himni səslənəcək və konferansımız öz işinə başlayacaq. Universitetimizin bütün kollektivi adından təbrik edirik. İndi isə nitqi söyləmək üçün tribunaya universitetimizin rektoru Profesör Əhməd Sancı dəvət edirik. Buyurun. Çok hürmetli hanımlar diyerek başlamak istiyorum. Çünkü biz bugün sizler için toplandık. Doğumdan ölüme kadar her hayatın her anında varlıklarını hissettiğimiz, bizi biz yapan değerli kadınlarımızın Kadınlar Günü'nü yürekten kutluyorum. Öncelikle bugünlerde Respublika'da pek çok programın olduğu bilinci içindeyiz. Ve bu gergin zamanda
milletvekillerimiz veyahut da kurum üyeleri bu yoğun iş gücüne rağmen bize zaman ayırdınız, geldiniz. Ben hamınıza Kafkas Üniversitesi kolektifi adından teşekkür etmek istiyorum. Aynı zamanda Azerbaycan Kadını ve Muasır Medya konulu Umum Respublika konferansımıza hamınız hoş geldiniz ve açık ilan ediyorum. Bu konferansta amaçlanan öncelikle bizleri ışıklandıran ve bizlerin entelektüel gücümüze güç katan çok hürmetli medya numayendelerimizin ve özellikle kadın numayendelerin Kadınlar Bayramı'nı kutlamak için bir araya gelmiş durumdayız. Artık Kafkas Üniversitesi olarak bizler de medyanın içine girmiş olduk. Çünkü geçen yıl biz ilk kez Jurnalistika Kafedrası'nı açmış durumdayız. Ve gördüğünüz gibi bu talebelerimizin bal ortalamalarına baktığınız zaman 600'e yakındır. Her talebemizin talebe kabul komisyasının yapmış olduğu sınavlarda 550 balla 650 bal arasında alanlar Kafkas Üniversitesi Jurnalistika Kafedrası'na kabul olmuşlardır. Bize düşen görev de geleceğin gazetecileri, geleceğin televizyoncuları, geleceğin radyolcuları olarak bunları en iyi şekilde yetiştirmemiz gerekir. Bildiğiniz üzere İstanbul Üniversitesi Jurnalistika Fakültesi bu programın içinde yer almaktadır. Birlikte bu gençleri hazırlayacağız ve belli dönemlerde İstanbul Üniversitesi'nde eğitimlerini tamamlayacaklar. Aynı zamanda buradaki hedeflerimizden bir tanesi jurnalistlerimizin, özellikle kadın jurnalistlerimizin problemleri konusunda sizlerin göndereceği yazıları kitap haline getirmek istiyoruz. Aynı zamanda sadece güçlükler değil, başarılar. Sizler biliyorum ki parlayan yıldızlarsınız. Hepiniz Azerbaycan'ı en iyi şekilde temsil ediyorsunuz. Ve bu yazıların içerisinde veya konuşmaların içerisinde sizlerden şunu da istirham ediyorum. Burada sadece jurnalistikada okuyan gençlerimiz değil, başka sahalarda olan gençlerimiz de var. Onlara tavsiyelerde bulunun. Burada bulunan milletvekilleri veyahut da kurum büyükleri liderlerdir. Bir lider nasıl olunur? Bu konularda da konuşmalarınızda ve yazılarınızda yer alın. Ve inanıyorum ki bu gençler aynı şekilde sizlerin temsil ettiği gibi Azerbaycan'ı ve Türk insanını temsil edeceklerdir. Hepinize katılımınız için çok çok teşekkür ediyorum. Saygı ve sevgilerimi sunuyorum. Evet. İlk daveti benim yapmamı koordinatörümüz söyledi. Kulu Muallim koordinatörümüz bu. İlkin sizlere milletvekilimiz Elmira Ahundova'yı buraya davet ediyorum. Buyurun efendim. Çok sağ olun. Değerli konferans iştirakçıları, müəllimlər, tələbələr. Çok maraqlı bir mövzudur. Əvvəla bütün burada oturan xanımları gələcək bayram günü ilə təbrik etmək istəyirəm. Can sağlığı, səadət, uzun ömür arzulamaq istəyərdim. İkinci də doğrudan maraqlı mövzudur. Çünki ilk görüşdən belə ağır və təhlükəli ixtisas media nümayəndəsi kimi və belə bir zərif məxluq, qadın bir-birinə qovuşmaz bir məhlumdur. Amma
Bu ilk görüşdəndir. Çünki xanımlar zərif olduqları qədər də mətindilər və mənə elə gəlir ki, məhz Azərbaycan jurnalistikaya nəzər salanda biz görərik ki, Azərbaycan xanımları, qadınları bizim jurnalistikamıza çox parlaq səhifələr yazıblar. Həm Sovet dönəmində bizdə güclü qadın media nümayəndələrimiz işləyirdi və demək olar ki, Heydər Əliyevin siyasəti sayəsində Heydər müəllim bu belə deməli şeylərə çox belə böyük önəm verirdi. O bizim xanımlarımızı, qadınlarımızı ən deməli çətin, ən belə şərəfli, məsuliyyətli işlərə cəlb eləyirdi və Sovet dönəmində bir neçə məşhur Azərbaycan xanımı Rusiyanın, xaricin ən belə böyük mətbu orqanlarının xüsusi müxbiri kimi işləyirdilər və böyük ad qazanmışdılar. Onların arasında mən, məsəl üçün, Elmira Əliyevanı yada sala bilərəm. İndi də sağdır, prezidentin təqaüdçüsüdür. O vaxtı İzvestiyanın məşhur, İzvestiya qəzetinin xüsusi müxbiri olmuşdu. Mən Tünzələ Qasımovanı yada sala bilərəm, indi də işləyər. Amma o vaxtı məşhur Trud qəzetində Rusiyanın çox böyük mətbu orqanı idi. O orada xüsusi müxbir kimi işləyirdi və bir sıra başqa xanımları mən yada sala bilərdim. 80-ci illərin axırlarında Qarabağ hadisələri başlayanda bütün ziyalılar demək olar ki, publisist oldular, jurnalist oldular. Çünki həm bizim dərdimiz açıldı, dərdlərimiz açıldı, həm də ki, buna bir şərait da yarandı. Çünki senzura tədricən azalmışdı, başqa şəraitdə biz başladıq yaşamağa, totalitar dövlət süqdə uğrayırdı və biz hamımız jurnalistikaya atıldıq, bir sıra insanlar və o vaxtı mənim yadımdadır, çox məşhur Azərbaycan qəzeti, o 19-cu ildə bilirsiniz ki, təsis olunmuşdu Azərbaycan Demokratik Respublikanın vaxtında, amma sonradan 91-ci ildə bizim deməli millət vəkilimiz Sabir Rüstəmxanlı bərpa elədi və bu qəzet milyonluq tirajla Azərbaycanda, Bakıda çıxmağa başladı. Mən fəxr edirəm ki, o qəzetin ilk redaksiya heyətinin üzvü idim və mənim də bax o qəzetlə ömür fəaliyyətim başladı. Çünki Sovet dönəmində televiziyada işləsəm də maraqsız idi o vaxtı müəyyən dərəcədə işləməyə. Çünki senzura var idi və çox şey demək olmurdu. Amma 80-ci illərin axırlarında, 90-cı illərin əvvəlində çox güclü jurnalist ordusu yetişməyə başladı Azərbaycanda və demək olar ki, onlar məktəblərdə, ali universitetlərdə sizin kimi bəlkə də o təcrübəni keçməyiblər, o nəzəriyyəni keçməyiblər, onları həyat öyrədirdi. Həyat da çox sürətlə dəyişirdi, çox maraqlı bir həyat idi o vaxtı və o həyat da çox güclü jurnalist ordusu, o cümlədən xanım jurnalistikanın nümayəndələrini də yetişdirdi və mən ilk növbədə burada yad eləmək istərdim. Salatin Əsgərova bizim həmkarımızdır. O doğrudan qəhrəman bir qız idi. Daima Dağlıq Qarabağa gedirdi. O vaxtı yazılar yazırdı. Mən istərdim Nadejda İsmailovanı, o indi də sağdır. O da çox güclü bir jurnalist idi o vaxtı. Biz 91-ci ildə, yadımdadır, Boris Yeltsin, Nazarbayev və Mütəllibov Dağlıq Qarabağa səfər eləyəndə biz də onlarla gelmişdik və mən görmüşdüm ki, necə böyük deməli qəzəblə erməni Stepanakert Xankəndinin deməli əhli Nadejda İsmailovanı necə böyük qəzəblə qarşılamışdı. Çünki Nadejda o vaxtı çox güclü verilişlər verirdi, Azərbaycan televiziyanın dalğa verilişləri gelirdi. Nə demək istəyərdim mən? Əlbəttə ki, o vaxtı işləmək bəlkə də daha maraqlı idi, çünki biz birincilər idi. Biz müstəqil jurnalistikanın əsaslarını yaradırdıq. Mövzular təzə idi. Hər şeydən ilk dəfə demək olurdu və nəsə bir başqa tərzdə, təzə üsulla demək olurdu. Biz o üsulları da işləyirdik. Amma sizin üçün indi çox əlverişli şərait yaranıb.
Çünki o vaxtı belə şərait yox idi. Nə belə gözəl kompüterlərimiz var idi, nə belə müasir diktafonlarımız var idi, nə belə IQ texnologiyalarımız var idi. Bizim üçün işləmək çox çətin idi. İnformasiyanı ötürmək, blokada şəraitində işləmək, düşmən əhatəsində idik. O cümlədən çox ağır idi. Amma sizin üçün indi çox əlverişli mühit yaranır. Çünki qapılar da açıqdır, dünya da açıqdır üzvüzə. Blokada şəraitindən indi danışmaq olmaz. Çünki internet dövrüdür və hər kəs öz səsini bütün dünyaya eşitdirə bilər. Qadınlar yəqindir ki, öz sözünü deyiblər bizim mətbuatımızda, siz onları yaxşı tanıyırsınız. Mənə elə gəlir ki, qadınların üstü cəhəti nədədir? Xanımların, hansılar ki, jurnalistikada işləyir. Əvvəla, onlar çalışırlar etik qaydalarını gözləsinlər. Mən bunları çox vaxt kişilərimizdə görmürəm, hətta nə aşırlar. Amma xanımlar, onlar müəyyən etik çərçivədə çalışırlar. Gözəl təşkilatçılıq qabiliyyətləri var xanımlarda. Mən Azərbaycanda bir neçə böyük qazet tanıyıram ki, onların başında ya da internet saytların başında xanımlar durur, qadınlarımız durur. Gözəl şərhçilər var, gözəl televiziya verişlərini aparıcılar var. Televiziyada, radioda biz daima xanım səslərini eşidirik. Və mən ancaq onu arzulaya bilərəm ki, doğrudan da bax, bu necə deyirlər, keyfiyyət səviyyəsinə qalxsın və bizim jurnalistikamızın hələ çoxluca problemləri də var. Siz onları da yəqin bilirsiniz. Bu barədə də müəllimlərimiz sizə yəqin danışacaq, deyəcəklər. Bax, o problemlər mütləq həll olunmalıdır. Ümumiyyətcə, mən deyərdim ki, jurnalistikaya biz nəzər saldıqca, mənim bəlkə də bir paradoksal qənaətim ondan ibarətdir ki, qazet jurnalistikasının dövrü artıq keçməkdədir. Nə qədər də təəssüf edici olsa da, mən özüm qazetdən başlamışdım, sonra radioya keçdim. Amma qazet dövrü yəqin ki, qalır keçmişdə. Və biz bunu istəsək də, biz bunu istəməsək də, elektron qazetləri yaşanacaq və elektron media üstə gələcək. Ona görə mənə elə gəlir ki, bax, Qafqazda da, Qafqaz Universitetində də üstünlük verilməlidir elektron mediada işləmə üsullarına və elektron mediasına. Radio, qazet, radio, televiziya, internet və s. və sosial şəbəkələr və s. Çünki qazet istəyirik, istəmirik, öz ömrünü qutarmaqdadır. Nə etmək olar? Bu başqa məsələdir. Mən bu barədə də fikirləşirəm və dünya təcrübəsinə gələndə biz görürük ki, dünya təcrübəsində qazetlər tədricən, amma danılmaz şəraitdə onlar holdingların deməli içərisinə daxil olub, bir holdinqin balaca bir hissəsi olaraq qalmaqdadır və mənə elə gəlir ki, Azərbaycanda da biz bu təcrübəyə mütləq gələnməliyik. Çünki biz deyirik ki, bizdə 500-600 qazet fəaliyyət göstərir. Əvvəla bu qətiyyən belə deyil, çünki qazetlər nə 500-dür, nə 600-dür. Hərəviz bir 15-20 qazet saya bilərsiniz ki, hansılar ki, göz qabağındadır və fəaliyyət göstərir. Bəlkə qazet var ki, ayda bir dəfə çıxır, 2 ayda bir. Bu qazetdir, mən buna mətbu orqanı deyə bilmərəm və onların da ömrü uzun olmayacaq. Mənə elə gəlir ki, birləşmə vaxtı çatıb və əgər qazetlər və deməli, mətbu işçiləri istəyirlər ki, öz ömrünü uzatdılar, onlar mütləq holdingların içərisindən girib böyük bir şirkətlər yaradılmalıdır ki, oranın içində həm qazet olsun, həm radio, həm televiziya, həm internet şəbəkəsi, belə də presidentlər Azərbaycanda var. Mənə elə gəlir ki, bu müvəffəqiyyətli modeldir. Xanımların mediada rolunu gələcəkdə mən necə görərdim? Əlbəttə ki, qaynar nöqtələrə də getmək olar. Biz Qənirə xanım burada oturub, onun simasında biz bunu görmüşük, eşitmişik. Özüm də mən vaxtilə Ağdamda da olmuşam, Xankəndidə də olmuşam, Cəbə bölgəsində də olmuşam. Amma istəməzdim ki, xanımlar bəlkə də, bax, o vaxtı bəlkə şərait başqa idi.
Mən istəməzdim ki, qadınlar belə təhlükəli şəraitdə işləsinlər. Mən onları daha çox təbliğatçılar arasında, mədəniyyət sahələrinin işıqlandırmasında görərdim. Mənə elə gəlir ki, bu daha uyğun olar. Araşdırmalar, qadınlar əsasən çox yaxşı araşdırmalar aparırlar. Bilmirəm bu nəyə görə də, amma Sovet vaxtında da, mənim yadımda da çox güclü, Sovet vaxtında çox güclü Rusiya jurnalistləri var idi. O Yelena Çaykovskaya mən deyə bilərdim. O mahir ustad idi, deməli araşdırmalar aparırdı. Bax, bizdə də bax o araşdırmalarda, özüm də o araşdırmalarla məşğul olmuşam. Çox maraqlı bir sahədir və deyərdim ki, Azərbaycanda bu işlənməmiş sahədir. Bu sahəyə də mən məsəl üçün sizə məsləhət görərdim ki, siz bu araşdırmalarda maraqlı nəticələrə gələ bilərsiniz. Çox maraqlı bir sahədir. Lakin o heç vaxt arzulamazdım ki, siz qaynar nöqtələrdə olasınız, ora düşəsiniz və bu barədə yazasınız. Mən həmişə deyirdim ki, bəli, düzdür, jurnalistlər ölkələrdə nəsə baş verdikcə daha çox qazanırlar, bağışlayın məni, daha çox mövzu tapırlar yazmağa. Amma heyf lazım deyir belə mövzu bizə. Mənim yadımdadır ki, Svoboda radiosunda, Azadlıq radiosunda işləyəndə bizdə 94-95-ci illərdə dövlət çevrilişləri bir-birinin ardınca gedirdi və mən efirə gündə 3 dəfə, 4 dəfə Azadlıq radiosundan çıxırdım, məlumatları yayırdım, amma sonra özümə deyirdim ki, istəmirəm mən, bax, belə bir qazancı olsun, mən istəyərdim ki, bizim ölkəmiz sabit yaşasın və ki, qan tökülməsin, vətəndaş müharibəsi olmasın. Bəli, maraqlıdır işləmək. Bu dövrdə işləməyə çox maraqlı idi. Mənim yadımdadır ki, biz gecələr yatmırdıq, səhərəcən materialları ötürürdük. Bizim yadımızdadır Heydər Əliyevin çağırışı ilə necə ki biz meydanlara axışırdıq, necə biz mübarizə aparırdıq. Bu hamısı çox maraqlı səhifələrdir, parlaq səhifələr idi. Amma yenə də səmimi deyim, mən istəməzdim ki, sizlər belə mövzularla öz doğma vətəninizdə toqquşasınız. Ümumiyyətcə, dünya mürəkkəbləşir. Həm Sovet dönəmində, həm də ilk illərdə çox aydın idi. Bax, düşmən haradaydı, dost kimdir, düşmən kimdir. Amma indi prioritetlər dəyişib və çox çətindir hərdən ayırmaq. Məsəl üçün, kimsə istəyəcək beynəlxalq jurnalistikaya üz tutsun, çox çətin bir indi sahədir. Çünki çox polarlıq dünyadır. Sən bilmirsən, bu və ya digər hadisəni necə qiymət verəsən, kimdir günahkar, kimdir müqəssir, kimdir haqlı, kim haqsızdır. Çox çətindir. Ona görə mən sizə məsləhət verərdim cavanlara. Çox mütaliə eləmək lazımdır. Çox düşünmək lazımdır. Analiz eləmək lazımdır. Heç kimə inanmaq lazım deyil. Hər şey özünüz gələsiniz hansısa bir nəticəyə. Və nə qədər sizin nəticəviz, nə qədər sizin düşüncəviz paradoksal olsa, nə qədər maraqlı olsa, o qədər də sizin yazılarınız maraqlı olacaq. Heç də eyni yolu gedməyin. Jurnalistika eyni yolu sevmir. Sola da, sağa da baxın. Maraqlı fikirləri söyləməyə vərdiş eləyin. Bax, onda sizdən maraqlı jurnalist çıxa bilər. Jurnalist hər sahənin mütəxəssisi deməkdir. Siz həkimlə danışanda həkim kimi gərək o mövzunu biləsiniz. Kənd təsərrüfatı mövzuları danışanda ya da siyasətdən danışanda siz gərək o istiqaməti də biləsiniz. Suriyadan yazanda gərək başa düşəsiniz ki, Suriyadan baş verir. İrandan yazanda biləsiniz ki, İranda vətəndaşlarımız yaşayır və necə deyərlər, zərər etmə prinsipi ilə siz gərək işləyəsiniz. Zərər etmə, zərər vermə. Sənin yazın heç kimə, heç nəyə xələl gətirməməlidir, heç kimə zərər gətirməməlidir. İndi düşməndən savayı, əlbəttə ki. Amma sənin yazın işləməlidir həqiqət naminə işləməlisiniz. Yoxsa kiminsə xatirinə, kiminsə hansısa siyasi maraqlarına uyğun. Bax, belə şeylər olmamalıdır. Siz can atmalısınız ki, müstəqil olasınız. Müstəqil jurnalistika dünyada sayılır, seçilir. Müstəqil jurnalistikada. Öyünməyin ki, siz dövlət yönlüsünüz ya müxalifət yönlüsünüz. Belə mühümlər yoxdur artıq dünyada. Müstəqil jurnalistika. Əsas kriteriya budur. Sizin üçün siz müstəqil olmağa bacarmalısınız. Bax, bu kriteriyalar
həmişə əsas olmalıdır sizi.